Xəzər donanmasının bugünlərdə aldığı rahat sərnişin gəmisi qardaş Qırğızstan Respublikasının adını daşıyır. Yeni sərnişin gəmisini kapitan Rasim Beridze, gənc sükançı Həsən Həsənov və şturman Firidun Abbasov idarə edəcəklər. Gəmi komandası ilk səfərə hazırdır. Bu da ilk sərnişinlər. Onlar səfər zamanı bu rahat kayutalarda, bu geniş salonda yaxşı istirahət edə biləcəklər. Restoranda hələlik heç kim yoxdur. Lakin ilk qonaqların yanında utanmamaq üçün aşpaz Mikhail Naçyolov diqqətlə hazırlaşır. Sahildən ayrılmaq vaxtı çatmışdır. Qırğızstan, Bakı-Mahaçqala-Həştarxan istiqamətində ilk səfərə yola düşdü. Sizə yaxşı yol, əziz dostlar.